Şəxsən mənim özüm üçün kafir demişdi. Sonra adamlarını göndərdi ki, yox kafir deməyib, zındıq deyib. Dedim zındıq daha pisdir. Zındıq İslama düşmənçilik edən kafirə deyirlər. Mən nə zaman İslama düşmənçilik etmişəm ki, mən zındıq oluram. Və sonra Adi Rəcəb özü mənim yanında etiraf elədi. Başladı sözü fırlamağa ki, yox, zındıq deməmişəm, demişəm zındıqlaşı. Dedim, kəlmə oyunu oynama. Zındıqdır, zındıqlaşı eyni mənadır. Əgər məni kimi kiçik, balaca elm tələbəsinə bu zındıq kafir deyirsə, gör bu cahil insanlara nə deyir? Cahil insanları necə təkfir edir? Mən özüm olduğum şahiddən danışıram. Olduğum söhbətdən danışıram. Hansı ki, o görüşü təşkil edənlər də sonra Adi Rəcəbova gətirmişlər. Görüşü təşkil edənlərin bu dəqiqə birisi xavariclərin lideridir. Çünki hər zaman Adi Rəcəbov sağ əli idi birinci, sonra indi oldu xavariclərin lideri, təkfirçilərin lideri. Çünki Adi Rəcəbov hər zaman onlara şübhə atırdı. Dövlət eləyinə, dövlət rəhbərinə şübhələrlə onları yetişdirirdi. Dövlətə qarşı nifrət aşılayırdı. Din adı altında nifrət aşılamaq ən təhlükəli. Çünki o insanların təkfirçi, xavaric olmasına və əqidələrin, mənhəclərin pozulmasına ən böyük səbəbdir. Yəni, sonra da Adi Rəcəbov özün demişdim, sən Şəkidə 2 ildir xavariclərlə nə edirsən? Oturursan deyə dərs keçirəm. Dedim, necə dərs keçirsən sən? Sən haqqı gizlədirsən, haqqı demirsən, xavariclə kimi danışırsan. Çünki sən haqqı desən, xavariclər özləri səndən oturmazlar. Xavaric səndən 2 il oturursa, səni dərsə çağırırsa, deməli sən xavariclə kimi danışırsan. Bildiniz nə demək istəyirəm, hə? Aydın olur axı. İndi özün görəcəksən. Yəni bu adamlar çıxıb danışdıqca özlərini biabır edirlər, özlərini güldürürlər, nə vəziyyətə qoyurlar.